İkinci qaydamız əziz dostlar, emosiyaları kənara qoymağımızdır. Çünki qorxanda, həyəcanlananda və yaxud təlaş halında olanda məsələni necə həll edəcəyimizi tam fikirləşə bilmirik. Buna görə də sakitləşmək lazımdır və daha sonra belə bir sual vermək lazımdır özünüzə ki, mənim yerimdə başqası olsaydı nə edərdi? Necə həll edərdi problemi? Əziz dostlar, üçüncü qayda. Problemi birdən-birə həll etməyə çalışmayın. Problemi kiçik-kiçik hissələrə bölün. Hər gün bir hissəsini həll edin. Onda sizin gözünüzdə problem böyük yox, daha da kiçik görsənəcək. Hər gün problemin bir hissəsini həll edin. Görəcəksiniz ki, sonda bütün problem həll olub. Sizə belə bir sualım var dostlar. Sizcə insan həyatda problemlə rastlaşanda iş nə etməlidir? Əziz dostlar, bəzən problemlər bizə həyatda nəyisə öyrətmək üçün gəlir. Buna görə də başımıza gələn problemləri bizə müəllim kimi qəbul etmək lazımdır. Nəyisə öyrədir. Unutmayın ki, başımıza gələn hər bir problem bizi daha çox güclü insana çevirir. Başımıza gələn hər bir problem bizim üçün fürsət ola bilər. İlsə sizə bir sualım var. Bugün başımıza gələn ən böyük və yaxud da ən kiçik xırda problemlər nədir? Bunları zəhmət olmasa şərh bölməsində bildirərsiniz. Kim bilir, bəlkə də eyni problemləri yaşayırıq. Bir-birimizə dəstək ola bilər.